Əgər ağacın illərdir meyvə vermirsə, demək olar ki, boyumur və yeganə işi sənə kölgə verməkdirsə, bu gün bu isə son qoyuruq. Sənə çox sadə ucusul göstərəcəm ki, həmin meyvə ağacı yenidən işləməyə başlasın, gücünü bərpa etsin və heç vaxt olmadığı kimi məhsul versin. Və başlayaq elə bir şeydən ki, demək olar heç kim ona fikir vermir. Torpağın altında baş verənlərdən. Çünki ağacın nə qədər istəsən qubrəliyə, budaya və suvara bilərsən, amma əgər torpağın bərk və tam sıxılmışdırsa, deməli problemin var. Toxtuyun su əsasən üst qatlarda qalır və torpağı lazımi dərəcədə dərinliyinə qədər nəmləndirmir. Biz detalı nəzərə al. Bir neçə gün yağış yağanda nə baş verir? Torpaq dərinliyinə qədər suya doyur və ağac bunu dərhal hiss edir. Məhz bu effekti biz bu birinci usulunu əldə edəcəyik. İlk edəcəyimiz iş meyvə ağacının yanında təxminən 40-50 sm dərinliyində, yəni təxminən 16-20 düym arasında bir çuxur qazmaq olacaq. Mən bu balaca kürəyi istifadə edəcəyəm, amma bunu adi bir kürəklə rahatlıqla edə bilərsən. Və burada vacib bir fənd var. Əgər torpaq çox bərkdirsə, çuxuru bir dəfəyə qazmağa çalışma. Bacardığın qədər qaz, sonra növbəti təbəqəni yumsaltmaq üçün su əlavə et və qazmağa davam et. Təxminən 40 sm və ya 16 düymə çatana qədər. Dərinliyə çatdıqdan sonra təxminən 90 və ya 100 mm diametrində, yəni 4 düymə yaxın bir PVC boru götürəcəyik. Onu lazımi ölçüdə kəsirik və torpağa bastırılacaq hissəsin ətrafında bir necə desik açırıq. Və biz bunu tam olaraq bu cür həyata keçirəcəyik. Yaxşı, artıq hər bir şey tam qaydasında və hazırdır. İndi isə borunu ehtiyatla əvvəlcədən qazdığımız dərin dəliyə yerləşdiririk, onu mərkəz hissədə çox yaxşıca və düzgün şəkildə düzəldirik və sonra torpağı yavaş-yavaş, addım-addım onun ətrafına tökməyə başlayırıq. Vacibdir ki, doldurarkən boru tamamilə duz qalsın, məhz bu şəkildə. Və indi bax gör nə əldə etdik. Cəmi 10 dəqiqəyə sərt və sıx torpaqlarda ən çox rast gəlinən problemlərdən birini həll etdik. Dərin qatların düzgün suvarılmasının çətinliyi və bu, xüsusilə adətən slankla suvarırsansa, hiss olunacaq. Çünki indi əvvəllər olmayan birbaşa giriş nöqtəmiz var. Amma hələ suvarmayacağıq. Əvvəlcə bu fürsətdən istifadə edib başqa bir vacib işi görmək istəyirəm. Çünki illərdir bu ərazidə gəzirik, suvarırıq və işləyirik, ağacın ətrafındakı bütün bu torpaqda diqqət tələb edir. Və burada ikinci metodumuz isə dusur. Yaxşı, indi əlimdə olan bu alətlə, bax cəngəli adlanan vasitə ilə torpağın üst qatını işləyəcəyik ki, onun düzgün havalanma qabiliyyətini bərpa edək. Bu vacibdir, çünki zaman keçdikcə davamlı suvarma, yağışlar və hətta ağacın ətrafında görülən işlər torpağın bu ilk qatının bağlanmasına və bərkidilməsinə səbəb olur. Bəs məhz bu zonada nə var? Burada çoxlu sayda kok var ki, onların da oksigenə ehtiyacı var. Ona görə də meyvə ağacının ətrafındakı bu hissəni havalandıracağıq ki, torpaq yenidən boşalsın və oksigen daha asanlıqla içəri keçsin. Gördüyün kimi bu çox sadədir. Cəngəli torpağa qismən batırırıq və biraz arxaya hərəkət etdiririk. Torpağı cəmi bir neçə santimetr və ya duyum qaldırırıq. Torpağı çevirmək və ya tamamilə qarışdırmaq istəmirik. Sadəcə batırırıq, biraz qaldırırıq və buraxırıq. Və bu hərəkəti bütün meyvə ağacının ətrafında burada etdiyim kimi təkrarlayırıq. Yaxşı, artıq dərin suvarmanı etdik və bu ərazinin hamısını mükəmməl şəkildə havalandırdıq. İndi isə meyvə ağacımızı bəsləmək vaxtıdır. Bunu etmək üçün çox tanınmış və asan tapılan bir gübrədən istifadə edəcəyik. Məşhur uclu 15. Burada heç bir qəribə və ya tapılması çətin gübrədən danışmırıq. Onu demək olar ki, istənilən tincilikdə, kənd təsərrüfatı mağazasında, onlayn mağazada və ya hətta bu videonun özündə tapa biləcəksən. Hazırda o aşağı hissədə görünməlidir. Bəs əslində uculu 15 nə deməkdir? 15, 15, 15 gördükdə bu uc rəqəm verdiyimiz uc əsas qida maddəsinə isarə edir. Azot, fosfor və kalyum. Azot əsasən meyvə ağacımızın boyməsini təsviq edəcək. Yeni poxrələrin, yarpaqların və bütün yaşıl hissənin inkişafına kömək edəcək. Fosfor isə əsasən köklərin inkişafında işləyəcək və həmçinin cicəkləmə və meyvənin əmələ gəlməsi proseslərində iştirak edəcək. Kalyumsa
meyvə ağacımızda çox vacib rol oynayacaq, xüsusilə meyvələrin inkişafı, keyfiyyəti və yetişməsi baxımından. Buna görə də biz uclu 15 istifadə edirik, çünki bu yolla uc əsas qida maddəsini balanslı şəkildə veririk. Bundan əlavə, bu uclu 15-in tərkibində 25% kükürt var ki, bu da azotun mənimsənilməsini yaxşılaşdırmağa və meyvə ağacımızın daha balanslı inkişafını təmin etməyə kömək edəcək. İndi isə başqa bir vacib sual gəlir. Ağacımıza nə qədər gübrə verməliyik? Bu halda biz cavan mango ağacı ilə istəyirik. Ona görə də miqdarı çox etməyə ehtiyac yoxdur. Təxminən 70-80 qram, yəni 2,5 onsiya istifadə edəcəyik. Bu da təxminən burada əlimdə olan ovuca bərabərdir. Bunu tətbiq etmək çox sadədir. Biz bunu tədricən yeni islənmiş bu torpaqdan istifadə edərək mango ağacımızın ətrafını səpəcəyik. İndi isə əgər daha böyük bir meyvə ağacımız varsa, təbii ki miqdarda artır. Məhz bu məhsulda istehsalçı hər ağac üçün təxminən 150 qram, yəni 5 onsiya tövsiyə edir. Vizual olaraq təsəvvür etmək üçün bu təxminən 2 belə ovuc deməkdir. Ona görə də miqdarı ağacımızın ölçüsünə uyğunlaşdırırıq, düzgün şəkildə ağacın ətrafına paylayırıq və həm isə istehsalçının göstərişlərini əsas götürürük. Və bunu tam şəkildə payladıqdan sonra artıq meyvə ağacımız üçün qida hissəsini hazırlamış oluruq. İndi isə sənə meyvə ağacına yaxşı təkan vermək və onun daha güclü məhsul verməsinə kömək etmək üçün ən yaxşı sirlərimdən birini paylaşacağam. Təxminən 10 litr suya, yəni 2,5 qalon və yaxşı bir ovuc qurd humusuna ehtiyacımız olacaq. Bunu da demək olar ki, istənilən fidanlıqda və ya kənd təsərrüfatı mağazasında tapa bilərsən. Humusu suya əlavə edirik və mümkün qədər homogen qarışıq alınana qədər yaxşıca qarışdırırıq. İndi isə maraqlı isti gəlir. Pasta quraşdırdığımız borunu xatırlayırsan, İndi ondan istifadə edəcəyik ki, meyvə ağacımıza ilk dərin suvarmanı verək, amma bu dəfə qurd humusu ilə zənginləşdirilmiş bu su ilə. Bütün məzmunu yavaş-yavaş birbaşa borudan əlavə edirik. Bu şəkildə biz təkcə dərin suvarma etmirik, həm də orqanik maddələri, qida elementlərini və humusun bütün zənginliyini adətən çatmaq çox çətin olan torpaq qatına çatdırırıq. Və məhz bunu istəyirik, meyvə ağacımıza aşağıdan əsl dəstək vermək. Bu ilk dərin suvarma bitdikdən sonra, indi isə meyvə ağacımızın ətrafındakı bütün sahəni suvaracağıq. Unutma ki, burada yuxarıda biz yeni uc 15-i sepdik və bu torpaq təzəcə islənib. Ona görə də bütün səthi yavaş-yavaş və bərabər şəkildə yaxşıca suvaracağıq. Bu suvarma ilə biz gübrənin torpağa qarışmağa başlamasına və suyun həmin qida maddələrini köklərin olduğu sahəyə aparmasına nail oluruq. Bax gör necə qoymusuq. Yuxarı hissədə qidalanma, dərinlikdə isə humusla zənginləşdirilmiş suvarma. İndi isə bütün sahə tamamilə nəmləndirilib və meyvə ağacımızın verdiyimiz hər şeyi istifadə etməsi üçün hazırdır. Və indi artıq hər şey hazırdır ki, o meyvə ağacı nə böyümək, nə də məhsul vermək istəmirdi. O yansın və bizə bol meyvə versin. Əgər videonu bəyəndinsə, like et, abunə ol və meyvə ağaclarını sevən başqa biri ilə paylaş. Hər hansı bir sualın varsa, aşağıda səhərlərdə oxuyacağım. Çox sağ ol və növbəti videoda görüşər.